məhkum edilmiş hərbi cinayətkar Igor Girkin Rusiyanın iqtisadi və hərbi problemlərinin dərinləşdiyini və ölkəni dağılmaya yaxınlaşdırdığını iddia edərək sərt xəbərdarlıq edib. Bunun tərəfdarları tərəfindən yayımlanan məktubda Girkin Rusiyanı ciddi bir qarışıqlığın gözlədiyini bildirib. Lakin insanların əksəriyyəti hələ də bu təhlükəni görməməzlikdən gəlir. Ətrafımızdakı xəbərlər heç də sakitləşdirici deyil. İqtisadi, istehsal və logistika sahələrində uğursuzluqlar getdikcə daha açıq şəkildə görünür. Bu artıq sadəcə bir qorxu hissi deyil, üfüqdə bir fırtına var və onun qaranlıq buludları, ildırımı, göy gürültüsü artıq yaxınlaşır, deyə Girkin yazır. Bu hesab edir ki, Ukraynada aparılan uzun müddətli müharibə Rusiya üçün tükəndirici olur. Düşmən artıq İrkutsk yaxınlığında hava limanlarımızı yandırır. Biz isə Sumi istiqamətində onların birinci müdafiə xəttini belə yara bilmirik. Artıq bir ildir ki, güya birazdan Pakrovsk ələ keçiriləcək deyə o təəssüflənir. Girkin xəbərdarlıq edir ki, İran qərb qüvvələri tərəfindən neytrallaşdırıldıqdan sonra Rusiya yeni təzyiqlərlə üzləşəcək. Trump geri qayıdacaq, lakin bu dəfə fərqli şərtlərlə və güclü mövqedən, deyə o iddia edir. Eyni zamanda Kremlin millici tənqidçisi olan Girkin ölkənin rəhbərliyi ilə bağlı da qaranlıq proqnoz verir. O, Rusiya məmurlarını Potemkin kəndlərinin qocalmış veteranları adlandırır və onların yeni şəraitə uyğunlaşmaq qabiliyyətindən məhrum olduğunu bildirir. Rusiyanı xilas etməyə heç kim gəlməyəcək deyə o qətiyyətlə yazır. Həqiqi fırtına başlayanda isə panika hökm sürəcək, nə iqtisadiyyat, nə də ordu onun dağıdıcı təsirinə tab gətirə bilməyəcək. Girkinin mesajı Rusiya elitası arasında artan məyusluq əhval-ruhiyyəsini əks etdirir. Meduzanın sonuncu hesabatına əsasən, Rusiya hökumətinin yüksək vəzifəli şəxsləri Prezident Vladimir Putinin Ukrayna müharibəsini idarə etmə üsulundan narazıdırlar. Bu mənbəyə o cümlədən Prezident administrasiyasına yaxın iki şəxsə və hazırki senatorlardan birinə istinad edən Meduza yazır ki, ölkənin pisləşən iqtisadi vəziyyəti əsas narahatlıq mənbəyinə çevrilib. Ən dominant emosiyamız məyusluqdur, deyə hökumət rəsmilərindən biri bildirib. Biz müharibənin bitəcəyini, döyüşlərin dayanacağını gözləyirdik. Amma indi əsas hiss yorğunluqdur. Biz gözləməkdən bezmişik. Elə bir hər gün biraz da dərinliyə batırıq, başqa bir mənbə əlavə edib. Biz həmçinin ümid edirdik ki, sülh müqabilində sanksiyalar yumşaldılacaq. Amma əksinə təzyiqlər daha da artır. Ukrayna qüvvələri Donetsk vilayətində uğurlu əks-hücum əməliyyatları həyata keçirib. Xüsusilə 3-cü hücum briqadası Redkodub kəndi yaxınlığında diqqətə layiq bir reyd keçirib. Bu əməliyyat nəticəsində Rusiyanın mataatıcı alayına məxsus bir tağım tamamilə məhv edilib və Ukrayna bölmələri yeni mövqeləri ələ keçirərək orada möhkəmlənib. 3-cü hücum briqadasının məlumatına görə bölmələri Redkodub yaxınlığında müdafiə xəttini gücləndirmək məqsədilə yerləşdirilib. Bu ərazi Rusiya ordusunun son vaxtlar hücumlarını intensivləşdirdiyi bölgələrdən biridir. Ukrayna döyüşçüləri böyük təzyiqlərə baxmayaraq hücumları dəf etməklə kifayətlənməyib.
özləri də əks hücum təşkil ediblər. Koordinasiyalı reyd və zərbə zamanı 2-ci mexanikləşdirilmiş taborun Karakurt koloniyasının 3-cü rotası Rusiyanın silahlı qüvvələrinin 20-ci ordusunun tərkibində olan 144-cü diviziyanın 283-cü motoatıcı alayına məxsus bir tağımı məhv edib. Düşmənin bu tağımı məhv edildikdən sonra Ukrayna hərbçiləri həmin mövqeləri təmizləyərək öz nəzarətlərinə götürüblər və bu da bu cəbhə sahəsində onların taktiki vəziyyətini yaxşılaşdırıb. Betkuduk kəndi strateji əhəmiyyətə malikdir. Çünki bu ərazi Rusiyanın liman istiqamətində mümkün irəliləyiş marşrutu üzərində yerləşir. Bu istiqamət liman vasitəsilə Oskol çayı və İzyum şəhərinə doğru uzanır. Liman Severski-Donetsk çayı üzərindəki vacib keçidə nəzarət etdiyi üçün əməliyyat baxımından mühüm ərazi sayılır. Liman şəhəri 2022-ci ildə Rusiya işğalı altında olub. Lakin Ukrayna qüvvələri tərəfindən 1 oktyabr 2022-ci ildə güclü hücum nəticəsində azad edilib. Son həftələrdə düşmə Vedkodub istiqamətində yenidən hücumlara başlayaraq itirilmiş mövqeləri geri almağa çalışır. Lakin 3-cü hücum briqadasının hərəkətləri Ukrayna ordusunun müdafiə qabiliyyətinin və düşməni mərhələli şəkildə sıxışdırmaq taktikasının effektivliyini nümayiş etdirir. Doğu, yaxınlarda Yabulovka bölgəsində Rusiya ordusunun hücum zirehli qrupunun məhv edilməsi ilə birlikdə cəbhənin bəzi hissələrində təşəbbüsün Ukrayna qüvvələrinin əlində olduğunu göstərir. Ukrayna Silahlı Qüvvələrinin polkovniki və hərbi ekspert Sergey Grabskinin sözlərinə görə, Ukrayna müdafiə qüvvələri üçün Donetsk vilayətində yerləşən liman şəhərini saxlamaq həyati əhəmiyyət daşıyır. Grabskinin fikrincə, Rusiyanın liman yaxınlığındakı əməliyyatlarının məqsədi şəhəri dolanaraq işğal etmək və Slavyansk-Kramatorsk aqlomerasiyası üzərində asılqan yaratmaqdır. O izah edib ki, sənaye şəhəri olan liman bir çox texnoloji obyektə sahibdir və gələcəkdə Slavyansk və Kramatorska hücum üçün silah, texnika və resursların saxlanacağı logistik və komanda mərkəzinə çevrilə bilər.